məlumat kifayət qədər zəngindir. Danışıqlar gedir, rəsmilərin açıqlamaları gəlir. Eyni zamanda biz hərbi mövcudluğun artırılması ilə bağlı o xüsusi məqamları vurguladıq. İlk onu soruşmaq istəyirəm sizdən. Bugün ərzində səhər saatlarından etibarən hərbi istiqamətdə Amerika Birləşmiş Ştatlarının fəallığı ilə bağlı bir çox xəbər gəlir, iddialar gəlir. F-12, daha doğrusu F-16, F-22'ləri biz görə bilirik. Növbəti bir təyyarə daşıyan gəmi göndərilir. Digəri də oradadır, fəaliyyətdədir. Böyük Britaniyaya təyyarələr gedir, oradan geri qayıdır. Aviabazada təşkilatlanmanın şahidi oluruq, amma dialoq da davam edir. Amerika Birləşmiş Ştatları israrlı şəkildə, oradan rəsmilər, Donald Trump olsun, Vance olsun, deyirlər ki, biz dialoq tərəfdarıyıq. Nə baş verir tam olaraq? İlkin olaraq danışıqların bu formatda keçməsi və paralel olaraq həddindən artıq böyük hərbi qüvvənin regionu toplaşmasının ondan xəbərdar eləyir ki, Amerika tərəfi danışıqlara o qədər də inanmır ilk olaraq. İkincisi, həmən o hərbi qüvvələri ora toplamaq, o danışıqlara təzyiq eləmək məqsədi daşıyır. Amma mənim düşüncəmlə, mən hesab edirəm ki, Amerika tərəfi sadəcə olaraq vaxt udur və lazım olan hazırlığı regionda keçirdi. Bu günləri ABŞ-ın regionu topladığı hərbi qüvvəni müqayisə eləmək olar vaxtı ilə İraka hücum ərəfəsində, o səhrada tufan əməliyyatı ərəfəsində olan qüvvələr toplamına oxşardı. Və mən sizə deyim ki, həddindən artıq çox güclü qüvvələr toplanır. Məsələn, Amerika Birləşmiş Ştatlarının hərbi donanmasının 1/3-i artıq regiondadır. Təyyarələrin toplumundan söhbət getsə, artıq 800-ə yaxın ən müasir təyyarələrdən söhbət gedir, İsraillə bir yerdə nəzərə alsaq. Bilirsiniz, siz qeyd elədiniz F-22 Raptor. F-22 Raptor ən müasir və xüsusi imtiyazdan malik olan bir təyyarədir. Onun Amerika Birləşmiş Ştatları təkcə 150 ədəd istehsal edib və ABŞ qanunu ilə heç bir dövlətə öz cümlədən müttəfiqlərini də satmaq ixtiyarı yoxdur. Yəni o dərəcədə o müasir böyük gücə malik bir təyyarələrdir. Onları da göndərib o zonaya. Məsələn, İordaniyadakı hərbi bazanı götürsə, bir dənə İordaniyada hərbi bazada 30 ədəd F-35 stealth tipli təyyarələr yerləşdirib. 28 ədəd F-15 12 tona yaxın ağır yük götürə bilir, bomba götürə bilir. Təyyarələr və başqa kəşfiyyat, radioelektron təyyarələrdə söhbət gelmir. Hərbi bazan, bir dənə hərbi bazanı mən səsləndirdim. Amma İran ətrafında nə qədər hərbi baza var? Artıq Amerika Birləşmiş Ştatları ora yerləşdirdiyi hərbi kontingentə bəlkə də bir 5 milyard, 6 milyard pul xərcləyib. Məsələn, Venezuela əməliyyatına Bloomberg məlumat verdi ki, ABŞ 3 milyard vəsait xərcləyib. Amma bu qədər silah toplamaq, sursat toplamaq, hərbi güc, siz təyyarə daşıyan gəmilərdən danışdınız. Abraham Lincoln yerləşib orada, Gerald Ford da artıq gəlib o zərbə endirici məsafəyə yaxınlaşıb. Və o təkcə Gerald Ford söhbət gedəndə onun ətrafında 5 dənə esminis gəlir. Hər bir esminisin tamaqaf daşımaq imkanına malikdir, hava hücumundan müdafiə sistemindən malikdir və s. Milyonlarla dollar xərcləyir Amerika Birləşmiş Ştatları. Milyardlar. Hətta milyardlar. Yəni artıq neçə günü nəzərə alsaq, hər halda təzyiq rıçağı kimi istifadə etməyəcək, elə deyilmi? Əlbəttə ki, aydın məsələdir. Təzyiq rıçağı üçün bunun bir qismi kifayət eləyərdi. Amma bu qədər göstərir ki, Amerika Birləşmiş Ştatları uzun müddətli və xüsusi olaraq İranın mövcud olan balistik raketlər nəzərə alaraq bu qədər hərbi qüvvəni orada toplamaq məqsədi ilk olaraq ilkin mərhələdə həmən o atəş nöqtələrinə zərbə endirməkdir və öz müttəfiqlərini regionda qorumaqdır. Müttəfiqlər kimlərdir? Hansıların ki, ərazisində Amerikan hərbi bazaları yerləşdi. Bu, İordaniyadır, Birləşmiş Ərəb Əmirlikləri. Deyirsiniz ki, İran deyirdi, daha geniş bir münaqişə olacaq. Biz digər ölkələrlə hücum edəcək. Amerika elə bir əməliyyat hazırlayır ki, İranı da bitirsin və öz müttəfiqlərini qorusun. Tamamilə doğrudur. Bax, mən sizə qeyd edeyim. Siz bundan əvvəl qeyd edirsiniz ki, böyük sayda kifayət qədər hərbi təyyarələr uçuş edir. Bəli. Bunlar, deməli, hərbi nəqliyyat təyyarələri ağır bir təyyarələrdir. Məsələn, S-5-dir, S-17-dir. S-5 120 ton yük gətirə bilər. Bunların əsas uçuşu nə ilə bağlıdır? Deməli, TAT sistemləri var, hava hücumundan müdafiə sistemləridir. Patriot hava hücumundan müdafiə sistemləri. ABŞ öz ərazisindən yerləşdirir, həmin o ərazidə olan, körfəz olan dövlətlərin ərazilərində onları müdafiə eləmək üçün. Hətta Yaponiyada hərbi bazadan da onları gətirib burada yerləşdiriblər. Yəni, bunlar uzun müddətli döyüşə hazırlaşırlar.
bir məsələ toxunaq. Bax, indi söhbət gedir danışıqlardan. Danışıqlar məsasında hansı məsələlərdir? İranın nüvə silahının məhdudlaşdırılması və ümumiyyətlə qadağan olunması, raket proqramının məhdudlaşdırılması, proksi qüvvələri maliyyələşdirməyə qarşılanmaq. Amma İran tərəfi ancaq birinin üstündə danışıqlar aparır. Bu da nədir? Yəni biz nüvə proqramı ilə bağlı müəyyən məhdudalara razılıq verə bilərik. Yaxşı, bu halda danışıq baş versə, hansısa bir razılıq olsa, biz ümumiyyətlə ABŞ nə əldə edir? Vaxtilə 2015-ci ildə ABŞ, Çin, Fransa, Rusiya, İngiltərə İranla müqavilə bağlamışdılar. Və o müqavilədə məhz bu məqamlar öz əksini tapmışdı ki, İran öz nüvə proqramını məhdudlaşdırır və s. Amma nə oldu? Trump hakimiyyətə gələn kimi o müqaviləni cırdı, o müqavilədən çıxdı. İndi danışıqlar nəticəsində hansısa bir razılıq əldə olunsa, yəni vaxtilə Trumpın çıxdığı müqavilənin təzədən bərpa olunmasından söhbət gedir. Bu hardasa uyğun gəlmir. Ona görə mən düşünürəm ki... Yəni Amerika daha çoxunu istəyir. Əlbəttə ki, xüsusi olaraq İsrail də təkidlə görürsünüz ki, bəyanatlar verir ki, təkcə nüvə proqramına iş bitmir. Onsuz da İranın nüvə proqramına zərbələr endirilib və o qısa bir müddətdə nüvə silahını əldə etmə imkanı malik deyil. İsraili əsas maraqlandıran İranın raket proqramıdır. İranın bu günləri minə yaxın hələ ki, balistik raketlər mövcuddur. Bəli, onların bir qismini yayda zərbələr endirildi. Amma həmən o raketlər İsrail üçün təhlükə yaradır. Murad bəy, çox üzr istəyirəm. ABŞ vitse-prezidenti James David Vance'in önəmli açıqlamaları oldu nüvə proqramı ilə bağlı. İstəyirəm həmin açıqlamaları izləyək, daha sonra bir sual ünvanlayacağım bu istiqamətdə. Dəyərli izləyicilər, Vance məhz İranın nüvə silahına malik olmayacağını deyib, əlavələri də var, izləyək. Cenevrədə ABŞ və İran nümayəndələri arasında nüvə məsələsinə dair dolayı danışıqlar bəzi aspektlərdə yaxşı keçib. Lakin Tehran hələ ABŞ prezidentinin müəyyən etdiyi bir neçə prinsipial mövqeyini qəbul etməyə hazır deyil. Tehranla danışıqlar çıxılmaz vəziyyətə düşərsə, Vaşinqton hərbi güc tətbiq etmək hüququnu özündə saxlayır. Düşünürəm ki, prezident Donald Trumpın bir çox variantı var. Biz çox güclü orduya malikik. Dövlət başçısı bundan istifadə etməyə hazır olduğunu nümayiş etdirib. Onun həmçinin diqqətə layiq diplomatik komandası var və o bundan da istifadə etməyə hazır olduğunu açıq şəkildə göstərib. Murad bəy, bir çox variant var, amma deyəsə bu variantların hər biri hücumla, əməliyyatla bağlıdır. Yəni, hansısa bir razılıqla bağlı deyil. Amerika Birləşmiş Ştatları və İran arasında danışıqlarda iqtisadi məsələlər və İranın minerallarına, mineral ehtiyatlarına Amerikanın çıxışı ilə bağlı mövzularında müzakirə edildiyi iddiaları yayımlamışdı. Daha sonra İran tərəfi bu iddiaları təksib etdi. Amerika tam olaraq İrandan indi nə istəyir? Əsas tələbləri bilirik. Nüvə proqramı, proksilər məsələsi, raket proqramını kənara qoysaq. Əlbəttə ki, iqtisadi maraqlar da var Amerikanın, deyilmi? Əlbəttə ki, Amerikanın iqtisadi maraqları mövcuddur. Xüsusi olaraq Amerikanın bu günlər İranla münasibətlərin pozulmasının kökündə də iqtisadi maraqlar durur. Vaxtilə Amerika, Britaniya şirkətləri, böyük neft şirkətləri İranda neftlə bağlı kifayət qədər imkanlara malik idilər. Amma inqilabdan sonra bu onların əlindən alınmışdı və bu da əsas faktorlardan biridir. Amma burada bir neçə məsələyə toxunmaq lazımdır və xüsusi olaraq minerallardan söhbət gedirsə, bəli, çox güman ki, İran tərəfi bu məsələləri irəli sürür və hardasa Amerikanın, Donald Trump'ın buna marağını nəzərə alaraq cəlbedici bir təklif kimi irəli sürür. Amma bir şey nəzərə almaq lazımdır ki, bu günlər İrana qarşı ciddi sanksiyalar mövcuddur və bu sanksiyalar məhz onun nüvə proqramı ilə bağlıdır. Yəni, bunlar hamısı bir-birinə bağlı məsələlərdir. Əgər bunlar aradan götürülməsə, sanksiyalar aradan götürülməsə, ABŞ-ın, xüsusi olaraq Avropa şirkətlərinin İranla hansısa bir əməkdaşlıqda söhbət gedə bilməz. Yəni, Amerika Birləşmiş Ştatları bu qədər hərbi gücü də yığırsa, deməli, sanksiyalardan geri çəkilmək, yəni sanksiyaları geri çəkmək fikri də yoxdur, elə deyilmi? Şübhəsiz, əlbəttə ki, bu qədər qüvvələrin orada toplanması bir mənalı olaraq uzun müddətli, geniş, hərbi əməliyyata hazırlıqla bağlıdır. Murad bəy, İranda hakimiyyət dəyişikliyi ilə bağlı Amerika Birləşmiş Ştatları tərəfindən dəfələrlə açıqlamalar gəlir. Amma son dönəmlər Trumpın yanaşması ən azından verdiyi mesajlarda bu cürdür ki, bizim məqsədimiz yoxdur. Əgər məqsədimiz olsaydı, bunu çoxdan həyata keçirərdik. Bunu İran xalqı özü etməlidir. Orada kimin hakimiyyətə gəlməsi məsələsi Rıza Pəhləvi indi çox fəallıq nümayiş etdirir. Buna bağlı Trump da qeyd etdi ki, onu tanımıram, amma yaxşı insan olduğunu düşünür
düşünürəm, o ki qaldı hakimiyyətə kimin gəlməsi məsələsi, bunu artıq İran xalqı daxildə proseslər içərisində qərar verməli və bir nəfər önə çıxacaq. Həmin 10 nəfər gələcək hakimiyyətə. Bu əməliyyatların sadəcə məqsədi nüvə proqramı, raket proqramı və yaxud da ki, hər halda Amerika Birləşmiş Ştatlarının iqtisadi maraqları deyil. İranı həmçinin də neytral bir dövlətə çevirmək istəyir, deyilmi? O zaman da hazırki hakimiyyətin olması yəni işinə yaramır Amerikanın. Bu əməliyyatlarda o məsələ də xüsusi olaraq hesablanıbmı? Mən deməzdim ki, neytral hökumətə, məhz Amerikanın maraqlarını regionda həyata keçirdən bir dövlət. Yəni Amerika üçün neytral olan. Əlbəttə ki, vaxtilə şah dövründə Amerikanın əsas müttəfiqlərini bu regionda İran həyata keçirdirdi. İranı güclü hərbi hava qüvvələrinə ABŞ təmin eləmişdi və s. Amma yenə də Amerika Birləşmiş Ştatları bu günləri düşünür bunun üstündə. Və o, əgər deyilsə, o seçimi İran xalqı eləməlidir. Bu, əlbəttə ki, siyasi bir ritorikadır. Əslində, Amerika Birləşmiş Ştatları özünə uyğun bir hökuməti orada yerləşdirməyə çalışır. Və birincisi, məhz Rıza Pəhləvi ilə bağlı o müəyyən dəstəklər, mən sizə deyim ki, Münxen konferansında onun iştirak olunması, ona ora dəvət olunması, Ukrayna prezidenti Zelenski ilə görüşməsi, bunlar hamısı göstərir ki, müəyyən ona dəstəklər var. Amma bir şey də nəzərə almaq lazımdır ki, Amerika tərəfi təkcə o ilə işləmir. Məsələn, 2 həftə bundan əvvəl Miami'də Kushner İranın xaricdə yaşayan aparıcı şəxsiyyətləri, biznes strukturların rəhbərləri, alimləri və s. bir qrupla görüş keçirib, müzakirələr aparılıb qapalı şəkildə. Yəni Amerika Birləşmiş Ştatları bu ilə bağlı geniş araşdırmalar aparır, amma bu məsələ elədir ki, bunu indidən proqnozlaşdırmaq mümkün olan bir şey deyil. Zərbələr indiriləndən sonra hansı proseslər gedəcək, hansı istiqamətdə vəziyyət dəyişiləcək və əlbəttə ki, çox güman ki, bunu İran xalqı doğrudan da əslində İran xalqı müəyyən eləməlidir. Şahın Rıza Pəhləvi ilə bağlı onu da deyə bilərəm ki, ona da bir mənalı deyir yanaşmağı İran arasında. Bu baxımdan o da fikir verirsə, Münxen konferansında bəyanatını bildirdi ki, mən monarxiyanın bərpa olunmasının tərəfdarı deyirəm və belə bir fikrim də yoxdur. Sadəcə olaraq mən bir körpü kimi bu günləri İran xalqına dəstək eləmək istəyirəm. Və ümumiyyətlə mən düşünürəm ki, İran əhalisi bu günləri baxmayaraq ki, uzun müddət belə bir rejim altında yaşayıblar, amma kifayət qədər öz talihlərini müəyyən eləməyə qadirdirlər. Və bu son hadisələr də göstərdi ki, onlar öz hüquqları üçün nə qədər vuruşurlar, çalışırlar və s. Düşünürəm ki, əslində doğrudan da İran xalqı son anda öz talihini müəyyən edəcək. Amma İran xalqı da çalışacaq ki, hakimiyyətə elə bir insan gəlsin ki, bu ölkə müxtəlif məhdudiyyətlərdən uzaqlaşsın, o sanksiyalardan uzaqlaşsın, dünyanın aparıcı dövlətləri ilə imkanlar yarada bilsin və investisiya axını, texnologiya axını ki, İran inkişaf elə bilsin. İranın bunun üçün kifayət qədər zəngin ehtiyatları var. Dünyada 2-ci yer tutur qaz ehtiyatlarına görə, 4-cü yer tutur neft ehtiyatlarına görə, amma ölkə görürsünüz ki, kasıbdır. Murad bəy, digər tərəfdən Rubio'nun da bir açıqlaması var. Deyir ki, İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyi, bunu bir daha qeyd edək ki, ABŞ dövlət katibi Marco Rubio deyib. Sözlərinə əlavələri var, onu ekrana gətirək istəyirəm. Məhz ABŞ dövlət katibi Marco Rubio'nun açıqlamasına deyilir ki, İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməyəcək. Bu məsələ tamamilə aydındır. Əlbəttə, bölgədə qüvvələrimizin olmasını istəyirik. Çünki onlar keçmişdə bizə hücum etməyə meyilli olduqlarını göstəriblər. Bundan əlavə Donald Trump da bəyan edib ki, onun üstünlük verdiyi yol razılaşmanın əldə olunmasıdır. Sanki Amerika Birləşmiş Ştatları rəsmiləri hamısı bir ağızdan eyni açıqlamanı verirlər. Qüvvələrimiz var, yəni dialoq tərəfdarıyıq, amma paralel olaraq əməliyyatlarla bağlı da hazırıq və hücum olarsa deyir. İran tərəfi də qeyd edir ki, bizə hücum edilərsə biz daha artıq hücum edəcəyik. Yəni hələ ki, tərəflər sanki bir-birini həm hücuma təşviq edirlər, həm də hücumla bağlı özləri də ehtiyatsızlar. İranın özünün hücum etmə ehtimalını istəyirəm siz dəyərləndirəsiniz. Bir də digər tərəfdən İsrailin də Amerika Birləşmiş Ştatlarından əlaqəsiz şəkildə, yəni Amerika hücum etmədən İsrailin elə hücum olacağı iddiaları da yayılmışdı son dövrlərdə ki, Amerika lazımi bütün dəstəyi verəcək, amma İsrail hücum edəcəkdir. Nə düşünürsünüz bu məsələlərlə bağlı? Belə bir məlumat yayıldı ki, Amerika Birləşmiş Ştatları Donald Trump etiraz etməyəcək ki, əgər İsrail tərəfi
İranın raket proqramı ilə bağlı müəyyən tədbirlər görəcəksə. O ki, qaldı bu cür danışmaqdan, mən sizə deyim ki, istənilən dövlət, hər hansı bir dövlətə hücum eləyərkən hər zaman bildirir ki, bizə hücum olsa belə biz hücum eləyəcəyik. Bu artıq oturulmuş bir fikirdir, siyasətdə bu mövcuddur. İranın nüvə proqramı ilə bağlı bildirməsi bir şeydir, qeyd eləyək ki, birisi dünyada mövcuddur müqavilə nüvə silahının yayılmaması ilə bağlı. 1969-cu ildə qəbul olunub, 70-ci ildə Təhlükəsizlik Şurası tərəfindən də qəbul olub, BMT tərəfindən də qəbul olub və İran həmən o müqavilənin üzvüdür. Ona qol çəkib də, həm də onu ratifikasiya eləyib. Bu baxımdan, məsəl üçün, müəyyən hüquqi baza da var İrana bunu təzyiq eləməyə. Amma əsas Amerika Birləşmiş Ştatlarının marağı ondan eləyə gəlir ki, bu günlər hakimiyyəti respublikaçılardır. Respublikaçılar hər zaman İsraillə münasibətləri çox yaxşı olub, İsrailin maraqlarını dəstəkləyiblər və onlar da başa düşürlər ki, payızda olan Amerika Birləşmiş Ştatlarında istər parlamentdə, istər senato olan seçkilərə qədər onların əlində imkan var ki, bu İranla bağlı məsələlərə hansısa bir nəticə gətirib çıxasınlar. Ona görə mən düşünürəm ki, onlar bax bu dövrdə bu məsələləri sona gətirməyə çalışacaqlar. Hal-hazırda isə vaxtın uzadılması, danışıqların aparılması məndə belə bir təəssürat yaradır ki, Amerika tərəfi vaxt udur. İlk olaraq hərbi hazırlığı həyata keçirmək üçün biz görürük ki, hər gün böyük miqdarda həyata keçirir. Gedir. Və Olimpiya oyunları gedir. Olimpiya oyunları vaxtı heç vaxt müharibələr olmur axı. 22-si Olimpiya oyunları bitməlidir. Və ondan sonra biz bu əməliyyatları 22-sindən sonraki tarixdə görə bilərik. Maraqlı bir məlumat da var. İran və Rusiya hərbi dəniz qüvvələrinin birgə təlimləri başlayır. İran mediası belə bir xəbər yayıb. Qeyd edilir ki, Oman dənizində və Hind okeanının şimal hissəsində keçiriləcək bu təlimlər. Məlumatda bildirilir ki, təlimlər hər iki tərəfin dənizli əməkdaşlığını gücləndirmək və bu bölgədə dəniz ticarətinin təhlükəsizliyini dəstəkləmək öhdəliyi nümayiş etdirir. Hörmüzdə indi Sepah da əməliyyatlar keçirir. Rusiyanın da bu təlimlərdə iştirakı necə oxuyaq bunları? Bilirsiniz, mən ancaq təbəssümlə mən buna reaksiya verə bilərəm. Ona görə Rusiyanın Hind okeanında elə bir imkanları yoxdur ki, hər hansı bir ciddi orada toplaşan Amerikanın hərbi dəniz qüvvələrinə qarşı güc göstərsin. Bilirsiniz ki, hətta Qara dənizin özündə Ukrayna tərəfindən Rusiyanın donanması tam demək olar ki, məhv olunub. Bu baxımdan sadəcə olaraq bu təbliğat xarakterli İran tərəfindən səsləndirilmiş bir fikirlərdir. Çin məsələsinə də bir qədər toxunmaq istəyirəm. Çin də dəstəyi davam edir İran, amma gizli dəstək. Təyyarələr gizli şəkildə enirlər. Bəli, bilirsiniz, Çin hər zaman bu cür proseslərdə çox ehtiyatlı yanaşır. Publik olaraq, sadəcə olaraq BMT qanunverici çərçivəsində İranı dəstəkləyir. Açıq hərbi dəstəkdən çəkinir. Amma sadəcə olaraq biz görürük ki, Çin tərəfindən dəfələrlə İrana ağır yük təyyarələri uçuşu təmin olunub. Bu da çox güman ki, İran tərəfi Çinin hava hücumundan müdafiə sistemlərini alır. Onların göndərilməsi ilə bağlıdır. Amma birbaşa olaraq açıq, Çin bu müdaxiləyə qoşulmayacaq, İranı açıq-aydın dəstəkləməyəcək hərbi cəhətdən. Bəli, qanunverici çərçivəsində suveren dövlət kimi onun hüquqlarını dəstəkləyəcək, amma hərbi əməliyyatlarda açıq-aydın heç vaxt dəstəklənməyəcək.